El, el bilir ki sen benimsen, yurdum, yuvam, meskenimsen. Ayrılar mı könül candan? Azerbaycan, Azerbaycan. Sen bir ana, ben bir uşak, odur ki bağlıyım sana. Azerbaycan, Azerbaycan. Can, can Azerbaycan. Həmişə bütün Azərbaycanlara aiddir. Can diye o qürbət olan yerlərdə, qürbətdə olanlar, onlara aiddir. Bir-birimizi görəndə gərək hamımız bir can deyib can eşidək. Can deyib can eşidək. Can Azərbaycan. Can Azərbaycan. Xəyanət eləməyin bir-birinizə. Bir-birinizə həmişə köməkdar olun. Sevin Azərbaycanımızı, sevin. Bizim Azərbaycanımız bir dənədir. Onu gərək tək Azərbaycanda olmağını demirəm. Harda olursan ol, Azərbaycan adı həmişə yüksəkdə olmalıdır. Belə. O üçün nə deyim, qürbətdə yaşayanlar yəqin ki, bilər. Çox pis şeydir. Qərib ölkədə, vallahi nə deyim, yaxşı deyil. Cavanlara deyirəm ki, çalışın, çalışın. Nə varsa da Azərbaycanda, az da olsa, çox da olsa, Azərbaycan, doğma ev. Gəlib düşmüşük, indi bilmirsən nədir, nə deyil. Orada nə şərə gedə bilirsən, nə toya gedə bilirsən, bilmirsən nə var, nə yox. Hələ ancaq telefondur, nə bilim. Telefonda hər şey. Bilirsən ki, hə, bu elə oldu, bu belə oldu, nə bilim. Nə bilim. Vallahi, çox. Dinlərim, hərən öz şeyi var, nədir? Düşüncəsi də, hərə özünə ötər düşünür ki, keyif nə vercinədir orada kazanır. Vallahi kazanır, orada da kazanma olar Azərbaycanımızda. Başarana baş qurban. Prosto, nə bilim vallahi. Mən özümdən danışıram, prosto gəlib düşmüşəm da ki, düşdüm, cavan vaxtı biraz yaxşıydı, öyle oldu, belə oldu, evlənmək oldu, ondan sonra nə bileyim, belə yavaş-yavaş uşaqlar oldu, onu deyirsən ki, belədir, oxusunlar orada, sənət yiyəsi olsunlar, ondan sonra deyirsən ki, burada da ev verirdilər də, yəni ki, buradan çıxsam, ev də batır, o da batır, hər şey. Gözləyirdinsə, haradasa bir 25 ildən sonrasa ev verəcəklər. Elə ona görə evə, eşiyə biraz bağlı olduq, ona görə qaldıq. Mən deyir, adam fikirləşir, deyir ki, nahaq gəldim bu ölkəyə, qürbət ölkəyə nahaq gəldim. Ay, nə bilim, vallahi. Belədir, dağlar qoynunda, yaxşı deyir, oxuyur. Deyir, vəbşi, Rus dilində deyirlər ki, şey deyir, deyir, с гор спустился, с гор спустился за солью. И тут же захватили все в армию. А после армии уже оян-буян. Nəlim, o mini-yubqa, bu mini-yubqa, o getdi, уже cavanlıq belə dikarfason oldu. Nəlim, oldu da oldu. İndi adam yaşlanacaq da
yaxşı yedirir, yaşı özünə şey eləyir, yerinə aparır. Özüm ölüm o şeydir ya, adamı elə belə çəkir, elə bir belini şey eləyib də trosla bağlayıblar, bax beləcə dartır, vətən dartır. Vətən dartır, amma sən gedə bilmirsən. Vətən uçdu, ona görə ki, ailə buradadır. Ailə ki, məktəbi qutaracaq, institutunu qutaracaq, hamısı burada şeydir də, belə, bağlıdır, hər şey var, belə, birinci girəndən özü hər şey bağlanır. Ev verirlər, ondan sonra şəraiti yarattılar, Sovet vaxtında, Sovetin vaxtında elə o. Yaxşı deyir, Qafqazda anekdot var. Давайте выпьем за то, что наши желания с нашими возможностями совпало. Belə işlər, əziz Azərbaycan milləti. Hər yerdə mən təzə gələndə buraya, gəldim, indi şeye çıxmışdım, neyse şeylədim, çıxdım, Azərbaycanı görəndə, elə bil məni belə bir şeydən, giyinimdən çıxardır, şalvardan çıxardır, hoppanırdı üstüne ki, ay Azərbaycanı gördüm. Ay salam közölük, salam, ay nə var, nə yox, ay oyan, bu yan, haraydın, hardansan belə, hansı rayondansan, oyan, bu yan, yaxşı, şirin danışır. Qürbət eldə, bax, belə o vaxtı. İndi görürəm ki, gəlirlər qürbət eldə, vallahi utanıram mən onu elə hərəkətləri görəndə. Mən Sovet vaxtında böyüyənəm. Ağsaqqallara hörmət eləyənəm. Bir şey olanda ağsaqqal canında ayağa qalxırdı. İndi ayağa qalxmaq yox. Uzanır da deyir ki, belədirlər. Mənəm. Xoşuna gəlir budur, xoşuna gəlmir budur. İndi bizim Azərbaycanımızda vallahi hörmət qalıb, amma bu qərib ölkədə qalmır. Yox. Mən həmişə şey eləyirəm, kiməsə deyirəm, kiməsə nə bilim, bax, belə bir ne diyorlar ona? Bağışlayın biraz Azerbaycan dilində. Yani ki, hörmət eləməlisən də, bu özündən böyüyə hörmət eləməlisən. Mən gedirəm, bir şey olanda deyirəm ki, belə olmaz, yani ki, belə olar da sana. Yox, görürəm, sözündən eləsi var, sözündən çıxmıyor, eləsi var deyir. Зачем тебе это надо? Тебе что? В общем, neyse. O kadar dərd ola. Yaxşı vurasan, başlayasan. Hönkür ağlamağa. Sağ olun qardaş. Yani Azərbaycanımızı sevin. Vətən. Allah bizim Azərbaycanımızı qorusun. Allah Ali Baş Komandamızı qorusun. Başımızı uca elədi. İlham Əliyev, Heydəroğlu başımızı uca elədi. Bütün Azərbaycanlıların hamısının başını uca elədi. Ermənilərin başını soxdu yerə. Bax belə, sağ olun.